Salam Hacı, hoş gördük. Başlayanda xəbər elə də qardaş. Gözəl gəlmişik ev çəkməyə. Ev yəsi bilsin, stol düzəldik burada. Gəlin, Masazırda yerləşir 3 sotda 4 otaq. Çox keyfiyyətlə tikili bir inşa edilmişdi. Səliqəli, yeni Bakının arxasında ağacı, gülü hazır içində əkilmiş bir həyət evimiz satışdadır. Mətbəx mebelinə qədər evin içində var dəyərli izləyicilər. Paket kupça, evin də torpağın da kupçası var. Qaz, su, işıq, kanalizasiya, bütün kanunlar hamısı qaydasında. Yerdən kürsülü, evin bir çox hissəsi monolit betondur və istipoldan təchiz olunur. Dizaynı qəşəngdir Hacı, çox qəşəng dizayn verilib. Masazırda ikinci belə bir ev yox. İkinci belə bir ev yox Masazırda. Qardaşım. Hələ qiyməti eşitsən, vəbşə şok olarsan. Neçədir? 29.000 manata, 129.000 manata startlı qiymətdir. Sol tərəf nədir Hacı? Endirim olacaq. Bura teras hissəsidir. Mətbəxdən birbaşa terasa çıxış var. Stol qoyub oturmaq olur burada. Rahat çay içəsən, ət bazan qəşəng seyr edəsən. Yeni Bakının arxasındadır Masazırda. Gəlin, evin içinə tanış ol. Evin içi çölündən də qəşəngdir ya. Şimdi Eurotamir, zal açıq zaldır, stüdiyo şəklindədir, göstər zalı. Amma məni çəkməyə evi çək, qardaşım. Mənim evimi çəkirsən. Evi çək, bax, şəbəkə pəncərə, maşallah, örnəvi ilə olur. Televiziya xəttinin yeri buradır. Mətbəx verilir, yığılıb hazır. Soyuducunun yerinə qədər qoyulur. Mətbəxin yeri stipol. Buradan birbaşa bayrağı çıxmağı, xodu var. Gəl, davam edin. Otaqları göstər. Mənə çəkin, otaqları göstər. 3 tane yataq otağı var. Bir otaq buradadır. Bəh. 2 tane otaq burada yerləşir. Burada bir dənə ekran yığılmalı. Stipolun kollektor sistemi buraya yığılır. Bir otağımız buradadır. 129.000 manata. Nə qədər ki qiymətləri qalxmayıb, gəlin bu evin sahibi olur. Birazdan bu qiyməti ev tapmayacaqsınız. Aman otaqlar və evimizin sonuncu böyük yataq otağını sizə göstərilir. Əlavə nömrəsini qeyd edək. 077 313 03 31 nömrəsini əlaqə saxlayıb bu və digər evlər haqqında məlumat ala bilərsiniz. Qeyd edin ki, kanalda reklam yerləşdirmək ödənişsiz və pulsuzdur. Sağ olun, var olun. Hacı, əsas məsələ hədiyyəsini də nə, hədiyyəsini? Hədiyyəsi ekskluzivdir də, gələndə gələrsiniz. Ev alanın üstünə nə hədiyyə verəsiniz? Maşın hədiyyə verəcək. Ev alana maşın hədiyyə. Nə maşını? Ət çəkən maşın hədiyyə bina. İnşallah, Allah qiymətini yetirsin. Allah alıntısını yetirsin. Alanı da satana da Allah xeyir versin. İnşallah qardaşım.